2 həftə əvvəl bir araşdırma oxudum və açığı heç də təəccüblənmədim. Çünki bu hesabat açıq-aşkar göstərir ki, Amerikada sərvət sistemi konveyor lenti kimidir. Əgər vaxtında minmisənsə, səni aparır. Minməmisənsə, kənardan baxırsan. Realtor.com bu haqda geniş araşdırma aparıb və o hesabatın ən önəmli hissələrini məhz bu videoda paylaşmağa çalışacağam. Və əminəm ki, bu videodan sonra ya valideynlərinə, ya da dost-tanışa zəng edəcəksən. Çünki bunu vaxtında etməsən, sən də kənardan baxanlardan biri ola bilərsən. Mən Əflatun Əsədov, Massachusetts ştatında əmlak məsləhətçisi və investor olaraq fəaliyyət göstərirəm. Amma bu video ev almaq haqda yox, sistemin necə işlədiyini başa düşmək haqqındadır. Çünki bir dəfə görəndən sonra bir daha görməməzlikdən gəlmək olmur. Araşdırmaya görə 1990-cı ildə Amerikada insanlar orta hesabla ilk evini 30 yaşında alırdı. Bugün isə 40 yaşında. Bu tam 10 il fərq deməkdir. İndi deyə bilərsiniz ki, bəlkə insanlar tələsmir. Xeyr, tələsmir deyil, ala bilmir. Böyük fərq var. Məsələn, 1990-cı ildə ilkin ödəniş yığmaq təxminən 3 il çəkirdi. Universiteti bitirdin, biraz işlədin, getdin ev aldın. Bugün demək olar ki, 10 il çəkir. Niyə? Çünki ev qiymətləri sənin maaşından 2 dəfə sürətlə artır. Yəni sən qaçırsan, amma finish xətti səndən daha sürətli qaçır. 10 il və 10 il sadəcə vaxt deyil. O bir daha geri dönməyən sərvətdir. Və bu 10 ili ev alsan da, almasan da yaşayırsan. Ev alanda 2 şeyi eyni anda etmiş olursan. Birincisi, hər ay kredit ödəyirsən və borcun azalır. İkincisi, evin özü bahalaşır. Yəni sən iki tərəfdən də zənginləşirsən, heç nə etmədən. Kirayə yaşayanda isə hər ay pul verirsən və başqa birinin finansal gələcəyini təmin edirsən. Bəs bu 10 ili rəqəmlərə çevirsək necə? Araşdırmaya görə 30 yaşında ev alan adam 50 yaşına çatanda 40 yaşlarına qədər gözləyəndən ortalama 119 min dollar varlı olur. 2 nəfər eyni universiteti bitirir, eyni maaş alır. Biri 29 yaşında kiçik bir ev alır. O birisi isə 40 yaşına qədər gözləyir. Hər ikisi 50 yaşına çatanda ev alan adamın 119 min dollar çox pulu olur. Ağlına görə deyil, çox işlədiyinə görə deyil, sadəcə vaxtında doğru addım atdığına görə. Fərq isə 22,5% və bu orta rəqəmdir. Bahalı şəhərlərdə bu fərq daha böyükdür və Boston ətrafında bu rəqəm çox rahatlıqla 500 min dollara qədər qalxa bilər. Araşdırmanın başqa bir nüansı da cəmi 5 min dollar miras almaq adamların ev sahibi olmağı ehtimalını 2,5 dəfə artırır. 5 min dollar ikinci əl maşın qiymətidir və ya 2 aylıq kira və bu pul adamın bütün maliyyə taleyini dəyişdirə bilər. Bəs bu 5 min dolların niyə belə böyük əhəmiyyəti var? Çünki insanların problemi bir çox halda aylıq ödəniş deyil. Bir çox yerdə aylıq kredit ödənişi ilə kira demək olar ki, eynidir. Problem ilkin ödəniş bariyeridir. Bura ilkin ödəniş, bağlanma, yoxlama, köçmə və s. xərclər aiddir. Və bunların cəmi bəzən 10 minlərlə dollara çatır. Və kirayə ödəyə-ödəyə o pulu yığmaq çox çətindir. Amma valideynlərdən, dostlardan, tanışlardan gələn 5 min dollar o bariyeri aşmağa kömək edir. 2 il öncə bir müştərim ilkin ödəniş üçün lazım olan 100 min dollara qədər vəsaiti dost-tanışdan borc almaqla ödədi və 1 milyon 300 min dollarlıq bir ev aldı. Realtor.com-un araşdırmasına görə hər ev alan 5 nəfərdən biri ilk ödəniş vəsaitini hədiyyə, borc və ya başqa bir şəkildə həll edir. 5-dən biri, bu 20%-dir. Başqa bir araşdırmaya görə isə 2 fərqli ailənin gəlirlərini birləşdirib çox mənzilli ev alması halları 15% təşkil edir. Yəni 2 dost və ya tanış birləşir, 2 mənzilli bir ev alır və hərəsi bir mənzildə yaşayır. Beləliklə həm ev problemini həll edirlər, həm də gərəkən xərcləri azaltmış olurlar. Bu mövzu haqqında başqa bir videoda danışmağa çalışacağam. Bugün Amerikada ağdərili ailələrin 75%, qaradəyilli ailələrin 44%, latın mənşəli ailələrin isə 49% ev sahibidir. Amerika Mərkəzi Bankının araşdırmasına görə mənzil sərvəti yapışqandır. Valideynləri ev sahibi olanların ev alma şansı olmayanlardan 2 dəfə çoxdur.
Əgər atan, anan ev sahibi olubsa, onlar sərvət yığıblar. Sənə ilkin ödəniş üçün kömək ediblər. Sən də ev alırsan, sərvət yığırsan və illər sonra sən öz uşaqlarına kömək edirsən və bu artan istiqamətdə davam edir. Bəs sənə kömək edəcək heç kim yoxdursa necə? Heç bir problem yoxdur. Bunun üçün mən və ilkin ödəniş proqramları var. Ev sahiblərinin uşaqlarına nəsə qoyub getmək ehtimalı kirayə yaşayanlara nisbətən 1,3 dəfə çoxdur. 1,3 çox kiçik bir rəqəm kimi səslənə bilər. Ancaq buna 2-3 nəsil davam edən bir sərvət kimi baxanda rəqəmlər böyüyür. 1989-cu ildən bu günə qədər aparılan bütün araşdırmalarda ev sahiblərinin sərvəti kirayədə qalanlara nisbətən 30-50 dəfə çoxdur. Çünki hər gələn nəsil sıfırdan deyil, növbəti pillədən həyata başlayır. Deyə bilərsiniz ki, mənə heç kim heç nə qoymayıb. Mənim uşaqlarım da öz başlarının çarəsinə baxsınlar. Doğrudur, ancaq məsələ uşağa sərvət buraxmaq deyil. Məsələ sərf etdiyiniz zamanı doğru dəyərləndirməkdir. Bu yatırım tövsiyəsi deyil, kripto deyil, əlavə iş deyil. Bu zəncirvari reaksiyadır. Bu video, bu dəqiqə ev almaq videosu da deyil. Hazır deyilsənsə normal şeydir. Mənim məqsədim bu sistemi göstərməkdir. Konveyor lentini. Sistem konveyora erkən minənləri mükafatlandırır, gözləyənləri isə cəzalandırır. Və bu, təəssüf ki, yaxşılaşmağa doğru deyil, pisləşməyə doğru gedir. Bugünlük məndən bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə çalışın, salamat qalın.